Siz də pensiyaların artmasını istəyirsinizsə kanala abunə olub videonu bəyənməyi unutmayın. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayram günləri ilə əlaqədar olaraq ölkə üzrə pensiya ödənişlərinin daha erkən tarixdə həyata keçirilməsi planlaşdırılıb. Rəsmi məlumata əsasən, mart ayının 11-də Respublikanın bütün bölgələri üzrə pensiya ödənişlərinin qrafikdən əvvəl tam şəkildə ödənilərək yekunlaşdırılması nəzərdə tutulur. Bu qərarın əsas məqsədi bayram günləri ərəfəsində vətəndaşların sosial rifahını təmin etmək, onların maliyyə vəsaitlərinə daha tez və rahat şəkildə çıxışını mümkün etməkdir. Son xəbər, az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu tərəfindən ictimaiyyətə rəsmi məlumat təqdim olunub. Məlumatda bildirilib ki, bayram günlərinin yaxınlaşması nəzərə alınaraq pensiyaçıların rahatlığını təmin etmək üçün ödənişlərin vaxtından əvvəl həyata keçirilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlanıb. Fondun məlumatına görə, bütün texniki və maliyyə prosedurları əvvəlcədən planlaşdırılıb və ödənişlərin problemsiz şəkildə həyata keçirilməsi üçün zəruri addımlar atılıb. Qurum tərəfindən yayılan açıqlamada qeyd olunur ki, mart ayının 11-də yalnız adi pensiya alan şəxslərin deyil, həmçinin güzəştli şərtlərlə pensiya hüququ əldə etmiş vətəndaşların da pensiyaları ödəniləcək. Bu kateqoriyaya daxil olan şəxslər, yəni xüsusi əmək şəraiti, sağlamlıq vəziyyəti və ya digər qanunvericiliklə müəyyən edilmiş səbəblərə görə daha erkən pensiya hüququ qazanan vətəndaşlar da həmin gün öz pensiya vəsaitlərini ala biləcəklər. Bununla yanaşı, Dövlət Sosial Müdafiə Fondu pensiya ödənişlərinin mərhələli şəkildə həyata keçirildiyini də xatırladıb. Belə ki, mart ayının 6-sında artıq Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiya alan vətəndaşların mart ayına aid pensiya vəsaitləri tam şəkildə ödənilib. Bu bölgələrdə yaşayan pensiyaçıların bank kartlarına və ya digər ödəniş vasitələrinə vəsaitlər köçürülüb və proses uğurla başa çatdırılıb. Rəsmi qurumun məlumatına əsasən, pensiyaların qrafikdən əvvəl ödənilməsi sosial siyasətin vacib istiqamətlərindən biridir. Dövlət tərəfindən həyata keçirilən bu addım xüsusilə bayram günləri öncəsi vətəndaşların ehtiyaclarını qarşılamaq, onların gündəlik xərclərini daha rahat şəkildə planlaşdırmasına kömək etmək məqsədi daşıyır. Pensiyaçıların vaxtında və rahat şəkildə öz vəsaitlərini əldə etməsi üçün bank sistemi və ödəniş infrastrukturu ilə də sıx əməkdaşlıq aparılır. Dövlət Sosial Müdafiə Fondu həmçinin vətəndaşlara müraciət edərək bildirib ki, pensiya ödənişləri bank kartları vasitəsilə həyata keçirildiyinə görə vətəndaşlar vəsaitlərini bankomatlardan və ya digər bank xidmətlərindən istifadə edərək rahat şəkildə əldə edə bilərlər. Bununla yanaşı, ödənişlərin həyata keçirilməsi zamanı hər hansı texniki gecikmə və ya sual yaranacağı halda vətəndaşların fondun rəsmi informasiya kanallarına müraciət edə biləcəyi də vurğulanıb. Qeyd edək ki, ölkə üzrə pensiya ödənişlərinin qrafikdən əvvəl həyata keçirilməsi son illərdə sosial müdafiə sistemində tətbiq edilən müsbət təcrübələrdən biri hesab olunur. Bu cür addımlar xüsusilə bayram və xüsusi günlər ərəfəsində vətəndaşların sosial təminatını gücləndirmək, onların gündəlik həyatını daha rahat və stabil etmək məqsədi daşıyır. Beləliklə, mart ayının 11-də Respublika üzrə bütün pensiya ödənişlərinin tam şəkildə başa çatdırılması planlaşdırılır və bu tarixdə həm adi pensiya alanlar, həm də güzəştli şərtlərlə pensiya hüququna malik olan şəxslər öz vəsaitlərini əldə edə biləcəklər. Dövlət Sosial Müdafiə Fondu tərəfindən görülən bu tədbir vətəndaşların sosial rifahının artırılması istiqamətində atılan növbəti mühüm addımlardan biri kimi qiymətləndirilir.